Salam əziz kitab sevərlər. Bugünkü kitab tövsiyəm Agatha Christie'nin Fillər Xatırlayar kitabıdır. Və kitab haqqında qısa xülasə hazırlamışam, təqdim edəcəm indi. Əgər detektiv janrı sevirsinizsə, bu kitab ilk səhifələrindən sizi özünə cəlb edəcək. Romanın mərkəzində illər əvvəl baş vermiş hadisə dayanır. Aradan uzun zaman keçsə də bu hadisə yenidən gündəmə gəlir və məşhur detektiv Herkül Poirot tərəfindən araşdırılmağa başlayır. Bu kitabın ən maraqlı cəhətlərindən birisi odur ki, hadisələr əsasən insanların xatirələri üzərində qurulur. Hər kəs keçmişi fərqli xatırlayır və Poirot bu xatirələri, kiçik detalları birləşdirərək, unudulmuş ipuçlarını birləşdirərək həqiqətə doğru irəliləyir və oxuduqca anlayırsan ki, bəzən illər əvvəl diqqət edilməyən ən kiçik detallar belə böyük bir sirrin açarı ola bilər. Agatha Christie bu əsərdə sadəcə detektiv hadisələri təqdim eləmir, həm də zamanın hadisələrə baxışını necə dəyişdiyini və həqiqətin gec də olsa üzə çıxa biləcəyini göstərir. Məhz buna görə də Fillər Xatırlayar klassik detektivlər arasında fərqli yer tutur. Bu kitabı mən sakit tempdə inkişaf edən və marağı qoruyan detektivləri sevənlərə tövsiyə edirəm. Əgər Agatha Christie'nin əsərlərini oxumağı sevirsinizsə və Herkül Poirot ilə ilk dəfə tanış olursunuzsa, bu kitab mütləq siyahınızda olmalıdır. Kitabı oxuduqdan sonra geri dönüşlərinizi, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Təşəkkür edirəm.